Cinsi yolla keçən infeksiyalardan biri olan sifilis haqqında qısa məlumat vermək istəyirəm. Bu cinsi yolla keçən xəstələrin ən ağır formasıdır. Sifilis 3 dövrdə bölünür. Birinci dövrdə bərk şankır və yaxud yara əmələ gəlir dəridə, əsasən cinsiyyət orqanında və cinsiyyət orqanı ətrafında limfa vəzləri böyüyür. İkinci dövrdə dəridə ləkələr, irinli səpgilər və düyünlü səpgilər əmələ gəlir. Üçüncü dövrdə isə dəridə sifilitik qumma deyirlər və sifilitik qabarcıq deyilən bir xəstəliklərlə təzahür edir. Həmçinin bunun ən əsas ağırlaşmaları daxili orqanların sifilisi. Burada birinci yerdə gəlir ürək-damar sisteminin sifilisi, ürək-damar çatışmamazlığına gətirib çıxarır. Neyrosifilis, yəni sinir sisteminin sifilisi, hətta sifilitik mənşəli şizofreniyaya qədər aparıb çıxardır. Oynaqlarda əyrilərin əmələ gəlməsi ilə əmələ gələn oynaqların sifilisi də müşahidə olunur. İlk növbədə erkən diaqnostika mühüm əhəmiyyət kəsb edir.